Cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu sizlərə gözəl və özəl xəbərlər verəcəyəm. Bu xəbərlərə baxan kimi gəlin YouTube kanalımız Haqsızlığa Susma kanalına və orada daha təfərrüatlı və daha başqa dəhşətli xəbərlər verəcəyəm. Birinci, dünya liderləri Dünya İlham Əliyevin üstünə düşübdür. Əziz həmvətənlərim, İlham Əliyev üçün çox sərt qərarlar verilir. İlham Əliyevin gəmilərdən sonra bilirsiniz, baxın ha, İlham Əliyev açılışında iştirak elədi. Dedi, mənim və ölkəmin qüruru şərəfidir Zəngəzur gəmisi. Tankeri. Hanı? İlhamın qüruru şərəfi həbsdə olduğunu bilirsinizmi? Həbs edildi. 100-dən çox gəmi içində də xüsusi özəl İlham Əliyevin qüruru, namusu, şərəfi olan Zəngəzur həbsdədir gəmisi. Kim bunu həbsə verdi? Necə bunu həbsə? Necə arendaya verdilər? Ümumiyyətcə İlham Əliyevə bağlı adamlar o boyda kölgə donanmasının, ondan qabaq Koral Enerjinin başında nə gəzirdilər? Baxın, dünya liderləri indi ayılıb ki, indi nəhayət ki ayılıb ki, bu Rusiyanın sanksiyalardan yayınmasının səbəbkarı İlham Əliyevdir. Hətta bugün Almanya rəhbəri nə dedi? Dedi, biz bilirik, dedi, Rusiyanın sanksiyalardan çıxarılmasına kömək edən devlətlər var. O devlətləri məhv eləyəcəyik. Dəyərlənmədənlərin başda İlham Əliyevdir. İlhamdan başqa Rusiyaya o qədər yardım edən adam, prezident, devlət görənməzsiniz. Bütün silah, sursat, bütün hər şey havadan, qurudan, ərazilərimizdən getdi. Bütün neftin, qazın milyardları, kölgə donanması, Koral Enerji hamısının başında İlham Əliyev, İlham Əliyevin adamları oldu. İlham Əliyev faizini götürdü. Dəyərlənmədənlərim, İlham Əliyev Putinə savaşı bitirməsi üçün, qalib olaraq bitirməsi üçün 10 milyardlar yox, bəlkə də 100 milyardlarla pul verdi. Köməklədi. Və artıq dünya liderləri yenidən bir yerə yığışacaqlar. Ayın 15-i mənim ad günümdür. 15-indən bircə dəfə ömrümdə ad günü keçirmək istədim. Bir dəfə özümdə. O da bir problem oldu, ona görə elə yayma keçirdim. Və mən hər zaman demişəm ki, yəni bu ad günü zad mənlik deyil də. Yəni mən bu millətin, məzlumların necə deyərlər, ağrısını, acısını çiyinlərimdə daşımaq üçün mən yaşayıram. Mən özüm üçün yaşamıram, kimlər üçünsə yaşayıram. Sonuncu Almaniyada qalmağımda mən bilirəm, mən İlham Əliyevi yeyib bitirmişəm, ifraz eləməyim qalıbdı. Sonuncu Almaniyada olduğum ad gününü keçirəsiydim, o da alınmadı. Neyse, canınız sağ olsun, evi yoxdur. Əsas odur ki, insanlarımızın bu Əliyevdən canı qutarsın, qələbəmiz tez olsun və artıq may ayının 15-i 20-si arası gəmilərdən sonra artıq maliyyə və digər sanksiyalarda Əliyevə gələcək birbaşa Rusiyanı və Azərbaycanı dağıdıcı sanksiyalar gələcək. Və dəyərlənmədənlərim, buradan İlhama sual verirəm. İlham Əliyev, sənin qeyrətini, namusunu, qürurunu deyirlər 60 milyona Mikhail Cabbarov arendaya veribmiş. Kiraya veribmiş. Rusiyanın neftini daşımaq üçün Zəngəzur gəmisini. Hani sənin qürurun, namusun həbsdədir? Hardasan İlham Əliyev? Niyə bir dənə hökumət kanalı bunu açıqlamır? Bir dənə Əli Kərimli, Xalçaya Bəzi Qənimət bir neçə kanal, 3-5 kanal paylaşdı. Niyə İlham Əliyev prezident aparatı saytından hər şeyi silibdi? Zəngəzurla özünlə bağlı olan hər şeyi silib, videoları, şəkilləri, hər şeyi silibdi. Niyə? Niyə hakimiyyət kanalları bunu gizlədir? Niyə bu İlham Əliyevin birbaşa İlham Əliyevə ölümcül zərbə atıldı? Niyə bunu gizlədirsiniz? Bunu gizlədənməzsiniz. Üstəlik də ayın 20-sinə kimi İlham Əliyevin ölüm hökmü veriləcək birbaşa. Onu nətər gizlədəcəksiniz? Uzun sözün qısası, dəyərlənmətənəm, yayımı götürün, paylaşın. İlham Əliyevin qüruru, şərəfi həbsdədir. Qürurunu, şərəfini arendaya vermişdir Rus neftini daşımaq üçün. Müdafiə Sənaye Nazirliyindən mühəndislə danışdım. Dəyərlənmətənlərim, mühəndis deyir ki, İlhamın dalını qorumaq üçün qüvvələr, DTX, xarici kəşfiyyat, nə bilim, canım sizə desin, polislər, banda deyil, nə bilim, o polisə bağlı qüvvələr, daxili qoşunlar, bunlara deyir, ən gözəl silahlar hazırlanıb verilir. Amma ordumuza, Azərbaycan ordusuna harda geydirmə, harda murdar silah var, heç yüzündən biri düz atmır. Onlar verilir. Döyüş ləvazimatı.
Değerli həmvətənlərim, değerli soydaşlarım. Ama deyir, bir şey de dedi mənə. Görürsünüz mü? Əziz həmvətənlərim, Erdoğan avtomatik rezin güllələrlə cemaata yağış kimi yağdırırlar, ama insanlara o kadar bir şey olmur. Elə. Ama Azərbaycanda güllə deyəndə adam yerə yıxılır, ölümcül vəziyyətə düşür. Niyə? Əziz həmvətənlərim, mühendis dedi ki, rezin güllələrin içine demir koyulur. Demir koyulur. Artık bayaboy güllədən az fərq eləyir. Artık rezin güllələrin içine demir koydurub İlham Əliyev. Neyse. İlham Əliyevin uğurlu siyasəti nəticəsində həmişə görürük Bakıya yağış yağır, seller sular altında qalır, qar yağır, nə bilim neyinir. İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistan Hindistandan 6 milyard dollarlıq en ağır silahlar aldı. Artık 2 milyard dollarlıq 3. partiya Ermənistana geldi bugün. Değerli həmvətənlərim, değerli soydaşlarım, bu ne biabırçılıqdır? Bu ne biabırçılıqdır değerli həmvətənlərim, değerli soydaşlarım. Bundan başka İlham Əliyevin sonu çatıp bütün dünya İlhamın üstüne düşüftü. Bütün dünya. İlham Əliyevin yanında kim kalmıştı? Putin, Netanyahu, bir de Erdoğan. Erdoğan başı özünə qarşı gedir, Erdoğan sayılı günləri, həftələri, ayları qalıbdı. Onda İlham Əliyev kimi. Sadece imicini düzeltmek için güya hansısa örgütler silahı yere koydu. Ne danışırsınız? Kim koydu? Harda koydu? Erdoğan Kürtlerin gücünle hakimiyete geldi. Kürtlerin gücünle bu vaxta kimi hakimiyette kaldı. İnden sonra da Kürt son mermisini kullanır. İndi de Türklerin gücünle imicini düzeltmeyi istiyor. Ve bu yaxşı karşılanmadı, karşılanmayacak da yaxşı o örgütü ləğv elədin, o birisilər harda kaldı? Yaxşı, təzə partiyalar çıxdı. HDP rəhbər içərdə, partiya yerində. DEM partiyada bir tərəfdən çıxdı axı. YPG'den belə onlar da çıxdı axı. Bu bir. İkinci, kim silahı koydu yere? Ha kardeş, bu da TOG'dan necə aldatdı ha cemaatı. Ne bileyim o şey var idi ha. O neft çıktı, neft fantan vurdu, ne bileyim ne o seçim vaxtına necə aldatdı ha cemaatı. Kılıçdaroğlu'nu qara ilanla zaddan gösterdi ha. Ha kardeş, bu da onun bir növüdür. İnanmayın. Deməli, değerli həmvətənlərim, Dövlət Təhlükəsizlik Xidməti güya əməliyyatlar apardı, Dövlət Təhlükəsizlik Xidməti. Arkadaşlar, mən bildiyim qədərilə araşdırmışam. Əməliyyatlar Rusiyadan aparıb, Rusiyadan, hansısa örgütün, hansısa təhlükəli adamlar tutublar deyirlər. Mənim şəklimi qoyurlar, oradan ərəbi gətirib tuturlar, İlham Əliyevin otelində atıb, nisə bazlıq eləyib gedən ərəbi tuturlar. Hansısa təhlükəli maddələrlə itham edir, mənim şəklimi qoyurlar. Bütün o eçkərdir, nədir o var ya, o şey, Gürcüstanda cinsiyetini değişen, cinsi pozuklar, cinsiyetini değişenler, petkalar, metkalar, zetkalar, hamısını İlham Əliyev salıb mənim üstümə. O İlham Əliyev, həmsə cındırlardan ibarət ordu salıbsan üstümə. Birincisi, Devlet Təhlükəsizlik Xidməti əməliyyat aparıbsa, bəs xarici kəşfiyyat hara baxır, eyni rütbədə olan Orxan Sultanov. Diyeceğiz ki, mənim şotuma Kamran Əliyev 5 ildə ömrünü uzattı. İndi Əlin Ağayev pis vəziyyətdə, daha Avropanın hədəfindədir Amerika. İndi də Əlin Ağayev, Rusiyanın da hədəfindədir Əlin Ağayev. İndi də Əlin Ağayev İlham Əliyevin yanında özünü göstərmək üçün, indi də məni hədəf alıb Əlin Ağayev ömrünü uzatmaq istəyir. Ay qadın alım, hansı nazir, hansı icra başçısı, hansı baş nazir ömrünü uzatmaq istəyirsə, məni hədəf alır. Sizin ömrünüzün ortasına tüpürüm mən. Mübarizəni kişi kimi aparamıyorsunuz mən sizə. Ne istiyorsunuz məndən? Trende de deyirlər qabil söyüşdür. Bütün lüt heykəlləri düzən Bakıya siz döysünüz mən. Mənə söyür deyən adam. Aşka məmnuya bitlərlə, Bəhlullan bitlərə baxdın mı? Sungurlar kinosundan belə. Niyədən belə? Elə bir seriya yoxdur, S hərfindən sözlər işlənməsin. Bir İlham Əliyevin Az TV'sine bakın. Bütün günü həftədə bir Az TV məni göstərir. Utanmırsınız mı? Əlin Ağayev. Ne istəyirsən məndən İlham Əliyev? Ne veribsən alanmırsan? Sən gedən vaxtındır, mənim də gələn vaxtımdır. Şeytanım məndən. Adam da buraya yaxşı şeydir, kişi kimi mübarizə aparın. Arvadınızdan mı öyrənirsiniz bu yatanda?
Ərəbi